Mən cəmaata eşitdirmək istəyirəm. Arzu tərəfdən kim ki yazır, bizə ev çatıb, bizə kompensasiya çatıb, bizə pul çatıb. Hamımızın Allahın üstündə var. Hamımızın Allah üstümüzdə var. Arzum nə nömrəmizi bilir. Arzu nə qapımıza gəlib, nə zəng vurub, nə də ki Allahın sözünü Allah rəhmət eləsin ondan çıxmayıb. Birinci, ikinci dəfə məhkəmədə görüşəndə onun ağzından belə bir söz çıxmayıb. Cəmaat yazır puldan, evdən, siz nə danışırsınız? Bu dəqiqə mən sizə başqa bir məlumat verim. Orxan bəy sıxırlar. Tolik ortalığa çıxır. Tolik Arzuya kırışalıq edir. Tolik bizi süründürmək istəyir. Tolik maraqlanır, niyə Orxan bəy bizim reytingimizi qaldırmaq istəyir. Biz sadə insanıq. Söhbət hansı reytingdən gedir? Deyəsən Tolik onlara həm dəstək olub, həm də prokurorun cibinə babat pul bastırır ki, bu söhbəti bağlasın. Tolik, o restoranda şeyde yatırdın, stolun üstünde yadıvasan o keçmişi, sonra danış. Bir de niye sen televizordan kovdular onu yadıvasan. Tolik, buyurun bakın danışın. Deməli, xanım yəqin danışa bilmir. Daşın üstüne oturur yavaş yavaş. Bəli, Tolik'in verilişine çıxmışdı, hiç ağlımıza gəlmir. Tolik'in verilişine çıxmışdı. Mən, yani Tolik özü devlətten qorxan, çəkinən insandı. Tolik neyini bilər ki, yani devlet ola. Burada bir ölüm varsa da Tolik burada devlətinə devlətçiliyi eləyə bilməz. Arzum düzdür, mən onu eşitdim. 50.000 manata ev satıb verib. Mən onu eşitdim. Evet, düzdür, bəli. Mən onu eşitmişəm. Başqa insandan eşitmişim, hansı ki onun tam dibində olan insandan eşitmişəm. O həmin insan hələ də Arzu'nun yanındadır, Arzu'nun xəbəri yoxdur. Nə tər Arzum 50.000 manata, neçə min manata ev satıb, amma 50.000 manat pul verir. O pul da deyir güya, boşa gedir. O pulu vermişdi güya. Mart'ın 8'inde mi 15'inde mi Arzu olmalıydı ama Almanya'da. Ama olabilmeyir. Gedebilmeyir. İndi her neyse. Kim durur ondan kim durmur ben onu bilmirəm. Maraqlanmıram. Tolik mi durur, Əhməd mi durur, Vəli mi durur ben onu bilmirəm. Ben Tolik bəylə mənim hiç bir problemim yoxdur yeri gələn. Ama onun verilişine çıxmışdı. Oradan bilirəm. Ben onun verilişine çıxmış. O da verilişte hamı çıxa bilir. Ama söhbət burada Əhməddən Tolik'də yox. Birincisi burada rəhmətə gedən oğlanın bacısı xanım buradadır və qaynanası, kızın anası buradadır. Mənim canlıya məcəliflər xoş gəliflər. Hər ikisi də xoş gəliflər. Mən burada onu demək istəyəm ki, biri rəhmətə getdi, biri də ulaqları eşitin xanımın, yəni gəlinin, oğlanın yoldaşının. Burada söhbət Arzunun, burada Müjganın səsini indi İlqara atıblar o videoyu. İlqar qoydu. Müjgan orada deyir ki, hər şey yaxşıdır. Ay millət, hər şey yaxşıdır. 103'e məlumat verdi. Arzuya su verib, Arzuyu dirildirlər. Mənə çatmayan bir şey var ki, bu Arzu o şokla, o suyu ki verib dirildirlər. O şokla nə tər samalyota mindicəkdi? Həmin sualı biz dəfələrlə məhkəmədə vermişik. Həmin sualı məhkəməyə vermişik. Bilmirəm. Nə tər ola bilər bu? Şokta olan insan ne maşına bine bilmez. Aleyna, Cedem'den 3 gün sonra o kadar palpaltar töhtü ortaya hamıya gösterdi. Dedi gedir ailelikse gezmeye. Bu kızlarımındı, bu kızımındı, bu oğlumundu, bu yoldaşımın. Gedirik tatile. Bir hafta, 3 gün, 5 gün tatile gittik. Stresin orada attı. Ama bunlar ömür boyu streslerin atanmayacakları. Ölüm olup bakı. Bunlar atanmayacak akı bu stresi. Bilmez, hayır, hayır.
Heç vaxt ata bilməyəcək. Heç vaxt ata bilməyəcək. Bak 3 gün 4 gün bundan qabaq kaset paylaşırsan, sinə başı açıq. En azından bu ölenlere hürmet elə. Eləmə də belə hərəkətlər. En azından bunlara hürmet elə axı o videoları çəkməklə. 3 gün bundan qabaq kasetlə lütbədənə şəkil çəkdirib cəmaata satırsan. Deyirsən bunu alın, bunu. İndi keçib al verə. Akşamınız xeyir, çox sağ ol Aleyna xanım. Mən bir də yuxarı bir söz demək istəyirdim bu Müjganla bağlı. Neysə, şəxsən Müjgana yox, amma bu hadisə ilə salamlarım. Hadisə ilə bağlı. Burada TikTok'da keçən il mən bir uşağa kömək eləmək istədim. Ekoş adında oğlan. Burada bu söhbət gedir. Sadece olarak yanımıza keçən avtomobil çok sürətlə gəlirdi. 3 dəfə gövdə fırlandı, 2 dəfə də baldıra dəydi və çox pis şəkildə açdı. Vəziyyət acınacaqladı. Yayını bağlayıram. Xahiş edirəm, görənlərdən yüzücə zəng eləmişik. Siz Müjgan, sen niye hemen vakti devlete haber vermedin? Sen onunla dalaşmıştın, dedin ki hadiseni açmış desem sen tutacaklar. Ay. Niye olmadı?